Getdik ismin ən çox uşaqlara lazım olan məsələsi nədir? Hal və mənsubiyyəti necə fərqləndirəcəyik? İlk öncə mən deyim ki, mənsubiyyət nədir, hal nədir? Mənsubiyyət bir şeyin sənə aid olduğunu bildirən deyək ki, ismin xüsusiyyətidir. Misal üçün, deyək ki, qələm. Qələm sənə aid olanda sən necə işlədərsən qələmi? Mənim qələmim. Qələm sözü nə artırdı? Mənim sözüm. Qələmim. Qələmim, im artırdı, düzdür? Yaxşı. Hə, belə onda mənsubiyyət olur. İndi, qələm sözündən im artırdı, bir qələmin sənə aid olduğunu, yəni mənim qələmim deyə bilməyin üçün qələmə nə artırdın? İm şəkilçisi. Bəli. Aydın oldu mu? Buna deyil mənsubiyyət. Yəni, bir qələmin sahibinin sən olduğunu bildirmək üçün qələmə artırdığın şəkilçisi olur mənsubiyyət. Və yaxud da deyirəm ki, sən məsələn deyirsən ki, sənin qələmin. Mən qələmin mənə aid olduğunu bildirmək nə deyirsən? Sənin sözü, sənin artırım edə bilərsən da, oldu mu? Qələm sözünə nə artıracaqsan? İn. Aid sağ ol. Onların kursun qələmi olduğunu bildirmək üçün, məsələn, kurs yazıram bura. Kursun qələmi olduğunu bildirmək üçün qələm sözü nə artıracaq? İ. Aid sağ ol. Demək ki, bax, bu i, bu in və bu im. Nə oldu? Yəni, mənsubiyyət. Mənsubiyyət. Niyə? Çünki bu qələmin onlara məxsus olduğunu bildirdi. Bu qələmin sənə məxsus olduğunu bildirdi, qələmin mənə məxsus olduğunu bildirdi, qələmin kursa məxsus olduğunu bildirdi. Məxsusluq, mənsubluq, bura məxsusluq da yazaq. Məxsusluq, mənsubluq bildirən şəkilçisi mənsubiyyət şəkilçisidir. Mənsubiyyət şəkilçisindən şəxs var. Birinci şəxs təkil. İkinci şəxs təkil. Üçüncü şəxs təkil. Birinci şəxs qələmin bizə aid olduğunu bildirsə nə olacaq? Cəmə keçdi. İmiz. Qələmimiz. Qələmin sizə aid olduğunu bildirsə qələmə nə yazacaq? Qələminiz, nız, iniz. Qələm, iniz. Qələmin onlara aid olduğunu bildirsə nə yazacaq? Qələm, lər, i. Lər və i şəkilsi artıracaq. Demək ki, yenə də burada imiz şəkilsi qələmin kiməsə məxsusluğunu bildirdi. İmiz şəkilsi qələmin kiməsə mənsub olduğunu bildirdi. Lər plus i şəkilsi qələmin kiməsə aid olduğunu bildirdi. Buna deyirik mənsubiyyət. Tapmağın yolu necədir? Sözlərdə məsələn, mənim, sənin deyilməz. Məsələn, əgər cümlə yazılır, deyirəm ki, həyatım bu günə qədər yaxşı keçir. İndi burada mənə məxsus olduğunu bildirən nə var? Həyatım sözü onun şəkilçisi artıq. O ki, mənə aid gedir də. Ay, çox. Demək, nə şəkilçisidir? Mənsubiyyət. Bəli. Bunu tutaq ki, sən bunun mənsubiyyət, mənə aid olduğunu tuta bilməyəndə, neyinsən əvvəlinə həmən nə yapırsan? Mən şəxs əvəzliyi. Ay, yəri ki, alıb şəxs əvəzliyi. Əvvəlinə mənim artırıb işlədə bildiyin söz mənsubiyyətdir. Tamam. İndi bir də deyirəm ki, belə bir şeydir. Deyək ki, bizim həyatımız bu günə qədər yaxşı keçir. Yəni, bizim Bu da sözümüz... bizim imdir, o da cəm halındadır da. Yaxşı, buradakı bizim sözü nə olacaq? Bu mənsubiyyət deyə bilərik? Deyə bilərik də. İm. Sən əvvələ bizim qoy görmürdür? Hə, deyə bilmərik. Bəli, olmur. Olmursa demək, bundan şəkilçisidir. Bu yiyəlik. Ay, amma fikir ver, Hə, nəyini qabanlıdır, həyatımızın qabanlıdır. Zaten veribdi orada bizim həyatımız. Burada yiyəlikdir. Aydın oldu. Bax, sən bunu görməsən belə, bunun əvvələ bunu artırırsan, uyğun gəlirsə mənsubiyyət, uyğun gəlmirsə haldır. Tamam. Buna başa düşdük. Deməli, mənsubiyyətdə yadda saxsın. In varsa əvvəlini mənim artırırsan, ın varsa əvvəlini sənin artırırsan, ı varsa əvvəlini onun artırırsan. Imız varsa əvvəlini bizim artırırsan, ınız şəkilçidən sözdən söhbət edir. Yəni, bu şəkilçi olan sözdə varsa sizin artırırsan, lar plus ı varsa əvvəlinə onların artırırsan. Bunları artıra bilirsənsə mənsubiyyətdir, artıra bilmirsənsə hal şəkilçidir.
Yəni bu yiyəlik də ola bilər, məsələn bu təsirlik olacaq. Burasını başa düşdük. Bəli. Deməli, biz buradan belə bir nəticəyə gəldik ki, ın şəkilçisi və ı şəkilçisi necə şəkilçidir? Həm mənsubiyyət, həm də hal düzəldirsə necə şəkilçi olacaq? Yəni, yox. Mənsubiyyət, Şəxs əvəzləyir. yox, ın şəkilçisi həm mənsubiyyət düzəldir, həm də hal şəkilçisi düzəldir. Yazısı və deyilişi indi mənaları müxtəlifdir. Necə o şəkilçi olacaq? I şəkilçisi, deyəm ki, kitabı gətir, deyəm ki, kitabı itib. Təsirlik yəni. İndi, birində kitab sözündəki I nə şəkilçisi olar səncə? Kitabı gətir. Yəni, Təsir, nəyi gətir? hə. Təsir şəkilçisi. Kitabı itib nə sualına cavab verirsə, mənsubiyyə şəkilçisi. Mənsubiyyə şəkilçisi nə sualına cavab verir? Bilmirdim. İndi, fərqli şəkilçilərdir. Fərqli mənalar düzəltdir. Bəli. Yazılışı və deyilişi eynidirsə, mənaları fərqlidirsə, bu şəkilçi necə şəkilçidir? Biz leksikada nə keçmişdik? Yazısı və deyilişi eyni mənaları düzəltdir. Ayrıca, oldu homonim. Demək, bu şəkilçi necə şəkilçidir? Homonim şəkilçilərdir. Ona görə də ın üstü 4. Anam sən gelir, açıq bəli. Açıq, ın üstü 4, ı üstü 4. Mama. Hardasın? Sən mənə 6-cı sinif biologiyanı tapdın. Və sabah gətirərsən də məktəbdən. İyi, yaxşı, paka. Hazırlıqdayım Azərbaycan dilində. 3-20 vermişəm də səhərsinə. Hə, istəyəm anlasın. Sağ ol. Paka. In, ı mənsubiyyə şəkilçisidir. Həm də hal şəkilçisidir. Məsələn, ın nə hansı halın şəkilçisidir? Yiyəlik halın şəkilçisidir. In hansı halın şəkilçisidir? O da yiyəlik halın şəkilçisidir. Inda. Bəli. I nəyin hansı halın şəkilçisidir? Təsirlik halın şəkilçisidir. Bu şəkilçilər homonimdir. Bunları tapmağın yolu nədir? Uşaqların ən çox qarşısında məsələ budur. Necə tapacaqsan? Birinci qayda bayaq dediyim qaydaydı. Əvvəlində mənim sənin onu artırırsan. İkinci qayda nədir? Misal üçün, belə bir söz yazıram. Deyirəm ki, bizim sözü yazılır, kitab yazılır. Məsələn ki, məktəbin həyəti genişdir. Bizim məktəbin həyəti genişdir. Sizin məktəbin həyəti də olar. Yox, bu neçənci şəxsdir? Bizim olacaq da. Bu neçənci şəxsdir? İkinci şəxs. İkinci şəxs. Bu nəsə təklədir cəmdə? Bu təklər. Sən o həyətə bizim deyirsən, sən bura ancaq sənin qoyacaqsən. Sən doğrudan. Sənin məktəbin həyəti olur? Olmur. Ayrıca görün, olmadı. Demək ki, buradakı məktəbin sözündəki in nəşə geçsidir? Yiyəlik. İndi bax, bu məktəbin sözü üstündən xətt çəkib, əgər sən onun sözü yaza bilirsənsə, bil ki, bu yiyəlik alır. İkinci tapmağın qaydası. Necə yəni? Məktəbini silib onun şəxs Onun həyəti ola bilər. Ola bilər, onun həyəti Demək ki, genişdir. məktəbin sözünü onun sözü ilə əvəz edirsənsə, o yiyəlik alır. Əvəz edə bilmirsənsə, mənsubiyyət. Bir dənə deyəm, bax belə bunu yazıram. Deyəm ki, məktəbin gözəldir. Məktəbin gözəldir. Onun məktəbi olmaz axı. Görürsən, olmaz. Amma əvvəlində sənin məktəbin deyə bilirsən. Bəli. Gördün? Sənin məktəbin gözəldir. Olur. Gördün, ikisi nə olur? Demək, birinci qayda əvvəlində sənin qoyursan, bunu neyinə tapırsan? Mənsubiyyəti tapırsan. Düzdürmü? Bu mənsubiyyət. Bəli, halı tapmaq üçün də üstünə onu qoyursan. Şəxs əvəzliyir. Bəli, bu qədər bəsit. Və yaxud deyəm ki, kitabı gətir. Kitabı itib. Məsələn, buraya yazıb deyirəm. Onu gətir deyə bilirsən. Yox. Hə, deyə bilirəm. Onu itib deyə bilərsən. Yox. Gördün? Onun sözü üstünə qoya bilirsənsə, demək ki, bu təsirlik hal şəkilçisidir. Onun sözü qoya bilmirsənsə, demək ki, mənsubiyyət. Ən sadə variant. Uşaqlar tapa bilməli, amma sadə gözdən qaçdıqları məsələdir. İkinci tap gör. Birinci nə idi? Əvvəlin sənin məndən artırırsan mənsubiyyət tapmaq üçün. İkincisi üstünə qoyursan, qabağına yox. Üstünə. Halı tapmaq üçün üstünə qoyursan. Tamam. Yaxşı?
və bunlar homonim şəkilçilərdir. Burada bir dənə diqqət edəcək məsələ var ki, bu şəkilçilər həm də leksik şəkilçilərdir. Bax, burada kəlmə ağlamaq tutan məsələ budur. Leksik tamısı. Həm də leksikdir. Bax, bunu yazıram. Həm də şəxs şəkilçisi də o. Çox belə qarışıq şəkilçidir. Bax, deyirəm ki, bax, belə bir cümlə yazıram. Deyirəm ki, geyim mağazasındakı xoşladığım paltarı düşünürəm ki, mənim əynimə gəlməməsi üçün geyinim. Uzun cümlə. Yoxlayım. Bir dənə səhv uzun cümlə. İndi oradakı ımları tap. Imları yoxsa? Imları tap. Mən. Altından xətt çəkir. Mənim. Bir ım, iki ım var. Mənim var. Im var. İm var. Geyinim. İm var. Altından xətt çəkmiş şəkilçilər nədir? Mənim şəxsən. Bax, gör, bir dənə cümlə var deyim. Altından xətt çəkdim. Tap. Nəyi tapım tam olaraq? Altından xətt çəkmiş şəkilçilərin nə olduğunu tapın. Geyim mağazası. Geyim mağazasındakı imləsi. Yerlidir də. Hə? Yerli hal deyil. Geyim. Onun mağazası deyirsən? Yox. Deyə bilərəm bax onun mağazası. Mənim mağazası deyirsən? Onun mağazası. Üstünə mənim qoy görüm ora. Geyim sözün üstünə mənim qoy. Olur. Olmur. Demək ki, yerli hal deyil. O məsuliyyətdir. Mənim geyim mağazası deyirsən? Axı onlar olmursa başqa nə olacaq? Onlar olmursa, geyməkdən geyim leksik şəkilçisi olacaq. Sonra Heç bir uyğun gəlmirdi. mağazası nə şəkilçisidir? Mənsubiyyət. Buradakı ın deyil. Buradakı ını çaşdırmaq üçün qoymuşam. Bu ının işleyici sanır. Buradakı şəkilçi s, si, su, sü. Hətta ı, i, u, ülü, s da işleyici sanırdır. Tamam. Sonra xoşladığım, buradakı ın var, qrammatik şəkilçidir. Dığım plus ındır, mənsubiyyət. Bu da mənsubiyyət. Bax, bu mənsubiyyət. Amma bu mənsubiyyəti, bu da mənsubiyyət var. Şəkilçi olaraq görürsən, bu da mənsubiyyət. Düzdür, bu dığımla birlikdə işlənir. Amma yenə də mənsubiyyət şəkilçidir da. Onda da paltarı o heç. Burada nə şəkilçidir? Nə şəkilçidir? Yerlikdir də. Xeyr, nəyi? Onun paltarı. Geyim mağazasındakı xoşladığım paltarı, nəyi? Onu qoya bilirsən üstdən? Yox. Nəyi geyinim? Paltarı. Yoxlayım. Nəyi? İsimli də. İsimli, nəyi sonra cavab verirsə, təsirli şal şəkilçisi. Təsirli paltar. Bu təsirli şal şəkilçisi. Üstə onu qoy da, onu qoyursa təsirli şal şəkilçisi. Sonra, burada düşünürəm sözü, bax görürsən nə yazmışam? Düşünür. Ünün altına xətt çəkmişəm. Bu ün leksik ola bilər? Ola bilər. Olmaz. Çünki düşdən düşün olmaz. Düşünmək birbaşa sözün köküdür. Bu leksik şəkilçi deyil. Bu sözün kökünə Düş daxil. sözün kökü deyil, yox düşündü sözün kökü. Düşündü sözün kökü. Hə. Görün, ikinci çaşdırıcı qal. Mənim sözündəki mənim. İm nə şəkilçidir? Yerli. Ay, sol, yerik. Sonra əynim nə şəkilçidir? O da yerlidir. Mənsubiyyət. Əynim, mənsubiyyət. Mənsubiyyət. Ədə yönlük o. Bilən şəkilçi oldu. Çünki əvvəlində mənim vardı, zaten. Mənim varsa yerik. Sonra gəlməməsi, burada ümumiyyətlə yoxdur. Geyinim sözündə. Gələk, geyməkdən, geyinmək, leksik şəkilçidir. İndə şəkilçidir. Xeyr. Əvvəlində mən artırırsansa, mən geyim, bu şəxs şəkilçisidir. Birinci şəxs.
Bəli, mən geyinim, Mən sən geyin, o geyinsin. Məndə şəkilsi var. Yoxlayım. Yoxlayım. Yəni şəxs şəkilsi. Subyekt deyil, şəxs. Gör, ikisi də mən yoxlayım da. Gördün? Şəkilsi həm mənsubiyyət şəkilsi oldu, həm hal şəkilsi oldu, həm şəxs şəkilsi oldu, həm də leksik şəkilsi oldu. Eyni şəkildə ına da aiddir. Gördün? Kimdən bu 5 cümlə? Bunu test olaraq yaza bilərəm. Çox uzun cümlədir. Çox uzun cümlədir və çox da sual var. Bu cümləni test olaraq. Necə deyə bilərəm? Məsələn, neçə dənə leksik və neçə dənə mənsubiyyət var tam? Elə sual qoyar. Necə qoyar bu sualı? Deyək ki, altından xətt çəkilmiş şəkilçilərin növlərini müəyyənləşdirin. Neçə dənə mənsubiyyət Altda da variantlar. Ancaq onların altından xətt çəkər. Deyək ki, hansılar mənsubə şəkilçisidir. Hətta deyək ki, hansılar mənsubə şəkilçilər deyil. Üstünə rəqəm qoyar. Məsələn, 1, 2, 3, 4, 5. Məsələn, mən test hazırlasam, belə qoyacam. Yazdım bunu, onların üstünə rəqəm qoyub gedəcəm. Deyəcəm ki, üstündəki rəqəm qoyulan hansı rəqəmlərin olan ınlar mənsubə şəkilçisi deyil. Və yaxud da şəkilçilərin ardıcıllığını göstərir. Məsələn, məsələn, A variantı, 1 mənsubiyyət, 2 hal, 3 saat, tətbiq, sonra o mənsubiyyət. Bir dənə böyük sual çıxır və sonra uşaqlar mənə söylər. Bu sual hazır yəni, gör olsun. Bəlkə xalımı. Bəlkə də uşaqların ağı tutur məni. Yox, inanmıram. Uşaqların ağı tutur. Sonra, bu belə, mənsubiyyətlə başa düşdün şəkilsin. Yəni, ınla diqqətli olmaq lazım. Leksik olanı necə biləcəksən, onu deyim sənə. Leksik olan diqqətli olacaqsan ki, bax kökünü düzəltmə və sadələri bilən diqqətli olsun, o biləni tapmağı yolunu birdən olsa. Bu necədir? Geyinməkdən geyim olursa, geyinirsən ki, geyim olur. Və düşdən düşün olmasa, demək ki, bu sözün kökündədir, mənsubiyyət deyil. Geyinməkdən də geyinmək, yəni məna dəyişirsə leksikdir, yəni qrammatik deyil. Gey deyə bir söz var ki, zaten. Geyinmək var, hə. Yox, geyim, gey sözün kök olur. Hə də əynini geyim. Tamam. Var, bitdik. Bu homonim sözdür, o söz. Bunu sildim. Belə. Mən yaxşı gəlib qalıb dərs keçirəm, dərs keçməsəm müəyyən vaxt gəlir. Dərs keçəndə demək olar ki, şeyi unuturam yəni, bütün nə qədər. Müəllimlər, hə, mamam da elə deyir, mamam da müəllimdir bu arada. Elə hə? Bəli. Mən qabağımda şey oluram, hər şey unuduram. Mən ona görə tez-tez dərs canlanmazı dərs keçirdim, amma tərifləmək istəyirəm. Çox təmiz, bir tərif edirəm. Mən heç yükləməmişəm həyatımda. Allah'ım, ən xoşbəxtlərdən. Heç yoxumdur. Hamı məndən məzələrlər ki, necə yəni sən heç vaxtda sənə tövsiyə eləmirəm, bilməlidir. Instagramda 1-2 ildir falan var, yox idi heç. Bilməlidir olaraq sənə heç tövsiyə eləmirəm, yəni məsləhət deyil. Çox əzab əziyyət çəkəcəksən. Vaxtı görəcəksiniz, yoxsa... Hər şey biləm. Məsələn, o şəbəkəni sevmirəm mən. TikTok mənə çox maraqlı və... Bütün negativ enerji oradan gələcəksən. Sevmirəm. Çox, yəni, mən sosial şəbəkələr silmişəm, tamamilə bütün sosial. Bir dənə ehtiyacım olmasın sosial şəbəkədə dərslə bağlı, videolarla bağlı. Heç vaxt istifadə edəmərəm həyatım boyu, qəti şəkildə. Onda belə telefon istifadə edəməzsiniz. Hə? Belə telefon istifadə edəməzsiniz. Mən hətta düşünürəm ki, məsəl üçün ki, WhatsApp-a ehtiyacım qalmasa, heç telefon istifadə edəmərəm. Balaca telefon. Çünki o qədər, yəni, diskinmişəm da, belə şey olmasın, telefonda. Gəldik bura. Mənsubiyyətdən, indi hal şəkilçilərinin 3 dənə halı sənə izah edəcəm. Uşaqların ən çox çaşdığı məsələ. Hal şəkilçilər hansılardır? Adlı qal. Yəni kal, yönlü kal, təsirli kal, yerlik çıxışlı idi. yerli kal, ayət sağ ol. Çıxışlı qal. Bunlar haqqında tez-tez məlumat vereyim. Deyəsən, adlıqda heç şəkilçi olmurdu. Çıxışlı qal var, şəkilçisi var. Bax, orada çaşırlar. Dandən şəkilçisi var, düzdürmü? Dandən şəkilçisi. Bax, çıxışlı qal şəkilçisi. Üstündə hər bir 2 gördünsə, bil ki, danın. Üstündə 2 görsən, bil ki, o ya zərf düzəlmə şəkilçisidir, ya da hal şəkilçisidir. Əgər danın üstündə şəkilçi görürsə, 2 görməsən, bil ki, o leksik şəkilçisidir, isim düzəldir.
Tamam. Yaxşımı? Bunu yadda saxla. Bax, bunu bir yerdə özündə yadda saxla. Danın üstündə şəkil 2 varsa, o ya zərflərdə Ya haldır. leksik şəkilçidir ya da hal şəkilçidir. Amma danın üstündə şəkilçi yox, 2 yoxdursa, O yalnız leksikdir. leksik şəkilçidir və isim düzəlir. İndi danın üstü 2-dir, tələffüzü nan kimi olacaq, oldu mu? Nan kimi olacaq, çıxış nöqtəsini bildirir. Cümlədə, çıxışlıq halda kimdə nədə suallarına cavab verir, tamamlıq olur, xəbər olur. Məsələn, kitab məndədir, məndən, məsələn, uşaq məndəndir, kimdəndir? Bu kitabdandır, hardandır? Bilədir ki, yer zərfliyi olur, harada? Harada sualına cavab verəndə yer zərfliyi olur. Yer zərfliyi olur, tamamlıq olur, bir də xəbər olur. Çıxış nöqtəsini bildirir, tələffüzü nan məndəndir və şəkilçisi qrammatikdir, şəkilçisi homonimdir. Və nə ilə işlənir? Qoşmalarla işlənir. Qoşma ilə işlənə bilir. Hansı qoşmalardan? Sonra, əvvəl, bəri, qabaq. Bir də hansı qoşmalarla işlənir? Ötrü, savayı, özgə. Bu qoşmalarla işlənir. Yəni, hal şəkilçili sözlər. Sonra, 7 hal şəkilçisi dadədir. Yəni, üstündə 2-dir. Qoşma ilə işlənə bilmir. Oldu mu? Qoşma ilə işlənə bilmir. Örtülmə da. Onun qabağına bir şey qoyun. Olsun. Mənim bir şeyim var. Nədir? Hava onunda qapalı məkanda sıxılır. Ha, panik atağımız var. Hə. Deməli, harca qalxır. Hə, dadədə nə olur? Qoşma ilə işlənir. Qoşma ilə... İşlənmir. Xeyr, işlənmir. Qoşma ilə işlənmir. Oldu mu? Bunu yadda saxla. Şəkilçisi homonim şəkilçidir, qrammatik şəkilçidir. O da cümlədə tamamlıq, xəbər, bir də zərflik olur. Yer zərfliyi olur. Misal üçün, deyəm ki, şəhərdə yaşayıram, Bakıda yaşayıram, Sumqayıtda yaşayıram, yer zərfliyidir. Mən oxuduğum kitabdadır, yazdığım lövhədədir, dadə xəbərdir. Bir də deyəm ki, tamamlıq. Məsələn, səndə gördüm. Lövhədə gördüm, lövhədə yazdım, nədə yazdım? Tamamlıq. Yönlük hal şəkilçisi A, Ə, ya, Y şəkilçisidir. Yox, təhsilliydi mənim o. Ha, təhsildir. Təhsil hal şəkilçisi bayaq dedik. I-dır, I4-dür. Bəzən N, N, N şəkilçisi kimi istifadə olunur, işləyicisi samiti olur. Bu müəyyən və qeyri-müəyyən olur da, hə? Təhsili hal 2 yerə bölünür. Bunu ayrıca keçirdim sənə. Elə bir şey yapdım. Bu üçünü ayrıca keçirdim. Buna görə üçünü ayrıca keçirdim. Yəni yönlük çəkdim, amma nə bilək yönlük çək gəldi. Mən də başa düşmədim. Birbaşa ona görə yönlük gəldi. A2. Üçünü ayrıca keçirdim. Yönlük hal A, Ə, ya, Y şəkilçisinə düzəlir. Bax, bəzən sual verirlər ki, belə bir sual verirlər ki, aşağıdakı hansı şəkilçilər tələffüzü dəyişir. Yadda saxla ki, iki hal şəkilçisi tələffüzü dəyişir. İki hal şəkilçisinin tələffüzü dəyişir. Biri yərlik hal şəkilçisidir. Biri də çıxışlıq hal şəkilçisidir. Bunu çaşdırmaq üçün yönlük hal şəkilçisi də yazırlar. Yönlük hal şəkilçisinin tələffüzü dəyişmir. Amma çıxışlığın dəyişir. Bəli, bundan olur. Məsələn, yərlik halda nədir? Məsələn, sənindir, məsələn, sənin. Məsələn, min şəkilçisi də, oldu mu? Bəzən, məsələn, sizin olur. Məsələn, orada yərlik halda dəyişir şəkilçisi. İnizdə in olur. Belə olur da, məsələn, yərlik halda... Cümlədə necə olacaq, məsələn? Cümlə vermir. Sadəcə deyir ki, hansı hal şəkilçisinin tələffüzü dəyişir. Hər şey çıxışlığınki dəyişir. Çıxışlıqdan yərliyinki dəyişir. Çıxışlığın yərliyinki. Hə. Yeri qalanların hal şəkilçisinin tələffüzü dəyişmir. Bir də yönlükü yazır, amma yönlükdə hal şəkilçisi dəyişmir. Bəs yönlükdə nə dəyişir? Bax, yönlük hal sonu A, Ə ilə bitən sözlər var. Xala sözü var, bax, xala. Nəylə bitir? Xaldan ya. A, ya, Y şəkilçisi, yönlük hal şəkilçisi artıranda bu xalaya sözü olur xalıya. A, hə, xala. Ay, nə oldu? A gedir, yeyilir arada.
A getmir. A I-yə keçir. Hərdə yəni əvəz edir ığını. Və bu xalı söz var ha. Dəyişir. Tələffüzü dəyişən ki, məna ikiləşir. Bir var xalanın xalısı, bir də var xalçanın xalısı. O xalı var, evə salan xalı var. Bəli. Həmin xalının xalısı, bir də xalanın xalısı. Mənaca dəyişir. Tələffüzünə görə, tələffüzü Mənası dəyişdiyinə görə dəyişir. mənalar dəyişir, bəli. Ona görə belə sözlər var, bax. Xala, dərə, dərə, kürə, ondan sonra deyirəm ki, qara, ondan sonra deyirəm ki, yara, ala. Bax, sonu A-yə nitən sözlər. Buna sahiblə başına çəkisi artıranda, ya yönlük, bunlar yönlük adı işlədəndə, bunlar iki cür tələffüzü iki cür düşünəcək. Dəriyə, dəriyə. Məsələn, dəri nətər olacaq? Dəriyə. Məsələn, dəri sözü var, bir də var dərə sözü var. Oldu mu? İkisi də yaya olacaq. İkisində də tələffüzü olacaq dəriyə. Dəriyə olacaq, biri dərənin dərisidir, biri dərinin dərisidir. Dəyişən, onları dəyişən nədir? İyə şəkil. İyə şəkil. Və yaxud da dərə sözü var. Dəliyə, dəli kimi. Dərə deyəndə, ya şəkisi artıranda, Bu heyvan bu dəliyə olacaq. Tələffüzü dəliyə olacaq. Və bu dəliyə olanda iki mənada işlənir. Bir var dərənin dərisi, Deyir dəli. bir var dərinin dərisi. Aydın oldu? Ona görə bu sözlər, yəni, yönlük al görün nə hansı funksiyanı yerinə yetirir. Yönlük al, sözün kökünü artırır, kökdəki saiti dəyişir. Hətta belə bir sual ortaya çıxır ki, o hansı hal şəkilçisidir ki, sözün kökünü artırılaraq, sözün iki mənada işlənməsinə səbəb olur. Yönlük. Yönlük al. Aydın oldu? Bax, bunu yönlük aldıqda buna diqqətli olacaq. Yaxşı mı? İndi gəlirik nəyə? Adlıq, Üç yəni dənə hal. təsirli. Bəli, üç dənə halı fərqlə. Orada yiyəlik də yenə qeyri-müəyyən olur. Üçü də. Yəni, Adlıq da olur. adlıq qeyri-müəyyən olmur, amma şəkilçiləri eyni olur da. Mənim niyə ağlımda qalıb ki, adlıq ki, ancaq şəkilçisi yoxdur və kimdən Adlığın yaranma şəkilçisi yoxdur. Yəni, xüsusi şəkilçisi yoxdur. Səhv bilim. Amma adlığın xüsusi şəkilçisi yoxdur, doğrudur. Hə. Amma adlıq hal düzəldən şəkilçilər var. Bax, birinci başda adlıq aldı. Adlıq alın xüsusi şəkilçisi yoxdur. Amma yadına saxla, mənsubiyyət, cəm və şəxs şəkilçiləri işlənəndə həmin sözlər adlıq alır. Mənsubiyyət cəm şəxs. Adlıq alır. Misal üçün deyəm ki, anam, analar, anayam. Mənim anam, anam. Mənim anam, mənsubiyyət, analar, cəm, anayam, şəxs. Kim anam, kimlər analar, kiməm anayam. Anayam. Aydın oldu? Bəli. Adlıq hal sərbəstlik, bütün halların başlanğıc forması, bütün hallar adlıq haldan yaranır. Adlıq hal cümlədə mübtəda, tamamlıq, bütün cümlələr ola bilir. Mübtəda da olur. Məsələn, anam gəldi. Tamamlıq olur. Məsələn, ananı çağır. Təyin olur. Məsələn, daş divar tikdim. Tikdim xəbər, nəyə tikdim? Divarı, necə divar? Daş divar. Daşı. Sonra olur xəbər, məsələn, bu mənəm, bu Əhməddir. Əhməd Ansarlıdır, adlı qalır. Sonra kim gəldi? Anam. Anamı çağır, ananı çağır, kimi çağır? Tamamlıq, mübtəda. Bu tamamlıq mübtəda zərflik falan işarələri var ya, dalğalı, düz xətt və ya qırıq-qırıq. Onlar da yaxşı, onlar Onlar keçəcək. gələcək də, yox, onlar gələcək. Onu çatdıracaq ki. Mən çatdırım. Mən baxdığım suallara bir 2020-dən 2025-ə qədər demək olar ki, isim ancaq düşüb aldıq yəli, dediyim düz xətt dalğa nə deyirik ona? O sintaktik təhlil. Sintaktik təhlil Bunları ancaq düşüb. bilməsən, bunları bilsən, o tamamlıq təhlili rahat biləcəksən. Hə.
Ona görə morfologiyanı keçirir, üzəliyin üstünə durar. Yo, isim biraz yadımda qalıb, amma qalan heç nə yadımda deyil. O zaman bu başa düşdün? Bəli, bəli. Oldu mu? Bəli. Bir də deyəm ki, cümlədə zərfdir. Mən sizə deyəm ki, anama görə, anam üçün, məsələn, anam üçün darıxıram. Kim üçün? Anam üçün. Darıxıram. Darıxıram xəbər kim üçün? Tamamlıq. Bir də deyəm ki, anam üçün gələcəyəm. Kim üçün gələcəyəm? Anam üçün gələcəyəm. Mən Tamam. məsələn deyirəm ki, oxumaq üçün adı qalır, donuzda. Oxumaq üçün gəlirəm. Haraya gəlirəm? Nə məqsədlə gəlirəm? Oxumaq üçün. Oldu zərflik. Oldu mu? Bu adı qalır. Təsirli kağıt. Təsirli kağıt müəyyən təsirlikdir, qeyri-müəyyən təsirlikdir. Qeyri-müəyyən təsirlik. Müəyyən təsirlik şəkilçisi var, I+4, M+4. Qeyri-müəyyən təsirlik şəkilçisi yoxdur. Kitabı al, kitabı al. Bu kimi, nəyi, haranın sualına cavab verir. Bu arada yadında qalsın, bunu yadda saxla. Zərfliyin haranın sualı yoxdur. Harada haranın sualı görünsə, bir ki tamamdır. Zərfin hara sualı yoxdur. Hara sualı var, haranın sualı yoxdur. Haraya. Məsələn, qeyri-müəyyən şəkilçisi yoxdur. Oldu mu? Qeyri-müəyyən şəkilçisi yoxdur və ancaq nə sualına cavab verir? Yalnız nə sualına cavab verir? Başqa sual cavab verir. Adı qalır kim, nə, hara sualına cavab verir? Suallar oxşardı mı? Oxşardı. Ayrıca, indi fərqləndirəcəyim, gələcəm. Yəli qalır. Yəli kağıt. O da ın4-cülüydür. Yəli kağıdı buraya yazar, sonra üçün müqayisəsini yazar. Yəli kağıt. Bu da ikiyə bölünür. Müəyyən yəli kağıt, qeyri-müəyyən yəli kağıt. Yəli kağıt şəkilsi I+4, I+4. Əvəzliklə, mənlə, biz əvəzliyini artıranda I+4. Mənlə bizi. Hə. Aha. Amma yerdə qalan hallarda I+4'dür. Tamam. Kimin, nəyin, haranın suallarına bir nə cavab verir. Qeyri-müəyyən şəkilçisi yoxdur, yalnız nə sualına cavab verir. Şəkilçilər oxşardır mı? 1, 2, 3. İndi fərqləndirəcəyik. Yəli kağıt cümlə, bu xəbər olunur, yadında qalsın. Tamamlıq xəbər olunur. Tamamlı öz təhsili. Təsirli kağıt cümlədə xəbər olunur. Və yadında qalsın, adlı qalınan təsirli kağıt yalnız 3 dənə halın şəkilçisini qəbul edə bilər. 3 dənə hal şəkilçisi, yəni daha doğrusu 3 qrammatik şəkilçisi qəbul edə bilər. Bunu yadda saxla. Adlı qalınan təsirli kağıt 3 dənə qrammatik şəkilçisi qəbul edə bilər. Aydın oldu? Amma yəli kağıt 4 dənə qrammatik şəkilçisi qəbul edə bilər. İndi, niyə 3 dənə? Çünki bu xəbərli şəkilçisi qəbul edə bilmir. Yalnız kəm, hal mənsubiyyət qəbul edir. Amma xəbəri qəbul edilmir. Amma yəli onu da edir, xəbəri. Yəni xəbəri şəkildə qəbul edir. Ona görə bu cümlədə daha çox tamamlıq olur. Tamamlıq olur. Vasitəli tamamlıq olur. Bu isə cümlədə daha çox söz birləşməsini keçəcəyik. Söz birləşməsinin birinci tərəfi olur. Söz birləşməsinin birinci tərəfi olur. Həmişə mənsubiyyət şəkilçisi sözlə işlənir. Və cümlədə müstəqil, bax, bundan sonra gedir ha. Söz bundan gedir, qeyri-müəyyən gedir. Müstəqil cümlə üzvü olmur. Bu da eyni şəkildə, qeyri-müəyyən tamamlıqdır. Cümlədə müstəqil cümlə üzvü olmur. Müstəqil cümlə bu olur, müstəqil cümlə üzvü olur. Bu müstəqil cümlə üzvü olur, amma qeyri-müəyyən yəli kağıt müstəqil cümlə üzvü olmur. Yaxşı mı? Sağ ol. Olar gözüm. Çox sağ olun. Bu başa düşdük? Bəli. İndi üçünün fərqini izah edəcəm. Bax. Üçün fərqi nədir? Buraya yazıram adlı qal. Buraya yazıram təsirli kağıt.
Hansı təsir Tarih edir? müvakildir. Qeyri-müəyyən təsir şah. Bura yazıram yəlikar. Hansı yəlikar? Qeyri-müəyyən yəlikar. Nə qədər saat neçədir? Yəni işini bitirəm burada. Şeydir, 20 dəqiqə falan var. Ha, tamam, o birilərini 20 dəqiqə çatdırırız. Bax, burada nədir? Deyirəm ki, quzu su içdi, ana kitab üzü aldı. Bak, bir dənə böyük bir cümlə yazır. Quzu su içdi, ana kitab üzü aldı. Aha. Bak, quzu eyni suala cavab verən, nə sualına cavab verən sözdür. Su, nə sualına cavab verən sözdür. İki də nə sualına cavab verir, düzdürmü? Yəni adlıq. Biz hardan biləcəyik ki, bu adlıqdır, hardan biləcəyik təsirlikdir? Amma hə. Necə biləcəyik, bax. Adlıq hal cümlədə deyir ki, sərbəstdir. Sən adlıq halı gətirib düz içdinin qabağına qoya bilərsən. Su içdi quzu. Adlıq halı alıb qoya bilərəm. Bəli. Adlıq halı sən gətirib düz feilin qabağına qoya bilərsən. Feildən sonra qoya bilərsən. Onda biləcək ki, o quzu adlıqdır. Hə, orada biləcəksən quzu adlıqdır. Tamam. Sən suyu gətirib bura qoysan, Quzu içdi su olmur. nə olacaq? Quzu içdi suyu. Avtomatik müəyyən təsirkarın şəkilçisi özü avtomatik gəlib oturacaq orada. Aha, tamam. Və yaxud da baxırsan bu içdi sözünə. İçdi sözü əgər təsirli feildirsə, demək ki, buradakı su sözü təsirli çalır. İnsan deyəsən, mən haradan bilim o təsirli çalır, təsirli feildir. Mən sənə bir dənə sual verirəm. Deyirəm ki, bax, sənin beynində hansı suallar formalaşır? Bax sualında. Mən sənə deyirəm ki, bax. Nəyə baxım, kimə baxım? Nəyə bax? Nəyə sualı sənin beynində formalaşır? Bax, söz feil deyiləndə sənin beynində yönlük, yerlik, çıxışlı qalan sualı formalaşırsa, bu təsirsiz feildir. Hə, tamam. Təsirli qalan sualı formalaşır, bu təsirli feildir. Onda bu təsir. Həmin təsirli feilin yanında gəlirsə təsirli qalır, adlı qalır deyil. Amma yönlük halda, çıxışlı halda, yerlik halda sualını formalaşdıran sözün yanında gəlirsə. Təsirsizdir onda. İşte təsirlidir. Ay, sol. Deməli, bu təsirli qalır. Tamam. Başa düşdün? Mən deyirəm ki, baxsın, deyirəm ki, kitab itib. İtibə sual ver. Nə itib? Kitab itib. Nəyi itib olmaz da. İtibə sual ver. Sən bir ay sol. Harada itib? Hə, olmaz. Sinifdə itib. Demək ki, sən beynində harada sualına cavab, ay sol, nə sualına cavab verirsə, demək ki, bu feil təsirsiz feildir. Demək, təsirsiz feilin yanında gələn kitab sözü adı qalırdı, təsirli halda olanmaz. Tamam. Nə sualına cavab verən feil o zaman təsirli halda olur, o təsirli feilin yanında gəlsin. Aydındır. Aydın oldu? Bəli. Bəs bunu necə tapacaq? Qeyri-müəyyən yerli halda ancaq mənsubiyyət şəkilçili sözün yanında gəlir. Bunu yəni düzdə tapmaq yoxsa nə deyir? Bax, anam kitab üzü aldı, düzdür? Burada Kitabın üstünə xat çək, onun sözü yaz. Anam onun üzü aldı. Görürəm ki, anam onun... Anam kitab üzü aldı. Aha, nəyin üstünə xət çəkdiniz? Kitabın üstünə xat çəkdim, onun yazdım. Olmur axı. Anam onun... Üzünü aldı. Üzünü, hə. Aldı, olmur. Bax, buradakı üzü sözü hansı haldadır, yəni sərdən sual. Yəni... Aldı necə feil? Aldıya sual ver. Nə aldı? Nəyi aldı? Hayır, nəyi sualını Təsir, bu hansı haldadır? Qeyri-müəyyən təsirli çaldı olan sözdür, düzdürmü? Təsirli. Demək ki, bu qeyri-müəyyən təsirli çaldırsa, burada ünlü sadəcə neyib? İtirib. Hə, tamam. Demək ki, bu ünlü itiribsə, bu onun kitabı düzdür da. Onun üzünü Onda aldı. onun təsirli qaldı. Demək ki, buradakı o kitab sözü yerli kaldı. Yerli kaldı, təsirli. Mən silib üstə onu yaza bilirəm. Tamam. Yerli kalın qeyri-müəyyəndir. Sonra yerli kalın qeyri-müəyyən. Və yaxud da bu gördüyün kitab sözü özündən sonra hansı şəkilçili sözlə işlənir? Mənsubiyyə şəkilçili sözlə işlənir. Demək ki, nə sualına cavab verən söz. Yalnız mənsubiyyə şəkilçili sözlə işlənirsə, ayrıcaq işlənirsə mənsubiyyətdir. Təsirli feilin yanında gəlirsə, təsirli çaldadır. Cümlədə yerini istənilən yerə qoya bilirsənsə, adlı qalır. Tamam. Bu da belə. İsimlə bağlı da nə sualına cavab verən sözlərin fərqləndirməyi də budur. Burada sualın var mı? Başqa şübhəliyim deyil. Xeyr, yoxdur. İndi bir dənə cümlə yazaq, o cümlədə bir dənə də dəqiqləşdirək, sonra keçək sifətə. Sifətdə çox da şifahi deyəcəklərimdir. Əsas sifətə isimləşmək, sayda deyəcəm, bir də zərfdə verəcək. Əvəzliklə zərfdə qalacaq, çatdırsa. Çatdırmasaq, əvəzliklə zərfi gələn dəfə, fiillə birlikdə. Deməli bax,
Deyirəm ki, Sifətdə də dərəcələr idi də. dərəcədən sual düşmür. Düşmür, nə yaxşı? Azərbaycan torpaqları düşmən taxtağı altında qoymadı. Azərbaycan torpaqları düşmən taxtağı altında qoymadı. İndi gəlir. Azərbaycan hansı haldadır? Adlıq. Çünki düşmən taxtaları altında qoymadı Bəli, Azərbaycan. Azərbaycan deyə bilərik. Adıq onu. Torpaqları hansı haldadır? Bu təsirli Hayır, nəyi qoymadı? torpaqları. Düşmən taxtağı, düşmən hansı haldadır? Bu adlıq olmalı. İndi adıq olacaq. Düşmən. Özündən sonra nə şəkilsi gəlir? Düşmənin üstünə xət çək. Bu da yenik haldadır. Üstünə xət çək qoy da onun torpağı. Yenik Hayır, sor. Əvvəldən onun yaza bilirsə hansı haldadır? Yenik. Yox. Yəni mənsubiyyət. Mənsubiyyət. Adıq haldır. Onun. Altında sözündəki onun altında, taxtağının altı mənsubiyyət. Bu da yerlik haldır. Qoymadı feil. Tamam. Aynı oldu. Bəli. Yaxşı, gəldi indi sifətə. Sifət əşyanın əlamətini və keyfiyyətini bildirir. Əlamət nədir? Gözdən görünənlər əlamət. Məsəl üçün deyək ki, insan xarici görkəmi, həcm, enlilik, darlıq, uzunluq, genişlik, hündürlük, alçaqlıq, bunlar xarici görkəm, rəng, bunların hamısı əlamət. Keyfiyyət də dadı idi. Keyfiyyət də gözlə görünmür, sonradan kəşf olunanlar var. Daddır, xasiyyətdir, bunlar keyfiyyət. Oldu mu? Deməli, iki dənə söz var ki, ağır söz var, məsələn, ağır sözü. O həm əlamət, həm keyfiyyət. Bəzi sözlər var ki, ağır sözü, məsələn, ağır insan, ağır təbiətli insan mənədir. Və ağır yük. Qara sözü var. Məsələn, qara rəng, qara gün. Həm keyfiyyət olur, həm əlamət. Qara gün pis gün keyfiyyətdir. Qara rəng əlamət. Bunu yada saxlamaq lazım, bu tipli sözləri yada saxlamaq. Sifətin keyfiyyət bildirməsi, əlamət bildirməsi onu o qədər də digər itkilərdən fərqləndirir. Sifətlər ən çox sifətlərin özünə məxsus xüsusiyyətləri dərəcələr. 3 dənə dərəcəsi var, adi, azaltma, çoxaltma. Adi dərəcə normadan olan bildirir, azaltma dərəcəsi normadan az, çoxaltma dərəcəsi normadan çox. İki yolla yaranır, ya sintaktik, ya morfoloji. Sintaktik yol sözlərdir, bax bunlardır. Bunu sifət eləyək, bunu qələm gedir, yollardan tapırıq. Buram sən niyə problem edir? Bu qələm, bunlar silinmir. Ona görə. Sifət. Silinmir? Yox, bu silinməlidir ki, bu qaraltısı yağlanır, baxın. Məsəl üçün, sifətin azaltma dərəcələri nə ilə düzəlir? Azaltma dərəcəsi. İki yolla düzəlir. Morfoloji ilə, sintaktik. Bir morfoloji, yəni hansılardır? Sın, şok, şın, rak, ımtı, o buradaydı. Intra, sın, şok. Bunlar azaltma dərəcəsinin morfoloji, yəni şəkilçi yolu ilə yaradanlardır. Bir də var sintaktik yol. Ala açıq olur, defisdən yazılır, o birisində kəmdə hərəkət. Açıq, bunlar defisdən yazılır. Kəmlə, kəm biçik yazılır. Təhər, o da biçik yazılır. Bəli. Az sözü, az ayrı yazılır. Az ayrı yazılır, heç də görməyəm. Heç də göstərmir. Az necə yazılır? Ayrı yazılır. Ayrı. Ala, açıq, kəm, təhər, az. Kəm şirin də birləşir, kəm təhər ona birləşir. Burada bir dənə diqqətli ol məsələ nədir? Defislərdə. Burada bir məsələ nədir? 3 dənə, ala və açıqda, ala sözünü diqqətli olmaq lazım ki, məsələn, açıq aydın, açıq aşkar azaltma dərəcəsində deyil. Deyil. Xeyr. Çünki açıq yerə açıqdır, açıq niyə aydın olacaq ki? Tamam. Oldu mu? Aşkar ilə aşkardır, o niyə aşkar olsun ki? Ona görə açıq aydınla açıq aşkar azaltma dərəcəsində deyil.
Plus açıq sözü ilə də məsələn ala sözündən sonra bula sözü var. Ala-bula. Məsələn azaltma dərəcəsində deyil. Necə yazılır? Bu defislə yazılır da ala. Defislə yazılır amma azaltma dərəcəsində deyil. Mürəkkəb sözdür amma azaltma dərəcəsində deyil. Tamam. Alabəzək sözü var. Məsələn azaltma dərəcəsində deyil. Niyə? Ala və açıq sözlərindən sonra isim gələrsə, onlar dərəcədə olmayacaq. Tamam. Məsələn açıq çay. Bəlkə bir saatlıq artıq makyajınız olur. Sizə 4 dənə marker verə bilərəm. Alın hamısı sizin olsun amma heç biri yazın. Bizə də lazım. Deməli, ala, açıq, kəm, təhər, az sözlərindən sonra. Diqqət, azla da yəni. Məsələn, az şirin, az turş var, amma az adam olursa Azaltma dərəcəsi deyil də. azmaz olmaz. Tamam. Oldu mu? Tamam. Və yaxud da açıq çay olmaz. Açıq kofe olmaz. Ala bəzək olmaz. Amma ala yarımçıq olar. Tamam. Aydın oldu, getdik çoxaltmaya. Çoxaltma da 2 yolla yaranır. Morfolojik sintaktik. MP, R, S şəkilsənin düzəlir. Sözün o təkrarlanır da. Orta yerində gəlir. Qapqara, yamyaşıl, ağappaq, gömgü. Tamam. Bir də sintaktik yolla yaranır. Tünd, Qırmızı. Textdən yazılır. Tünd qırmızı, tünd yaşıl. Amma yenə isim gəlsə dərəcə deyil. Tünd çay. Sonra məsələn bumbuz sözü var. Bəzən uşaqların çaşdırdığı. Bu m əvəz edib də orta. Amma orada m-dan sonra nə gəlir? Buz sözü gəlir. Buz nədir? Buzdur da. Buz. İsim. Ayşə, səncə dərəcə olar? Olmaz. Olmaz. Bumbuz sözü dərəcə olmaz. Dərəcə deyil. Oldu mu? Sonra Pambıq bəs. hə? Pambıq. Pambıqda başqa şey, pambıq sözün köküdür. Pambıqda farsça deyilmi baxın? Hə, tamam. Pambıq başqa atışdırma. Sonra nə var? Sonra dərəcələrdə çoxaltma dərəcəsində var. Tünd söz var. Deyişlə yazılır. Appaq ünsürü var. Bitişik yazılır. Ağappaq. Appaq, hə. Ağappaq. Bir dənə ağ sözündə var. Ağappaq. Ondan sonra var zil sözü var. A yazılır. Zil qara. Ondan sonra var düm hissəsi var. Bitişik yazılır. Düma. Düm yaşlı. Amma dümdüz olsa o şey deyil. Dərəcə deyil. Çünki orada dümdüz hərəkət bildirir. O ortaq sözdür. Həm zərf, həm sifət olan sözdür. Tamam. Orada diqqətli olmaq lazımdır. Belə, yəni dərəcələrlə bağlı bunlar ən çox... Nə düşər məsəl? Necə düşər? Sifətləşmə düşəcək. Nədir sifət? Sifətin isimləşməsi düşəcək. Sifətin isimləşməsi nədir? 2 cür olur. Bir var, ismin xüsusiyyətini daşıyan sifətlər var ki, o ismin xüsusiyyətini daşıyan nə? Sənə belə izah edir. Müdir var, müdir mavini var. Aha. Düşün ki, müdir mavini, müdir deyilən vəzifəsini kim icra edir? Müdür mavini. O müdürdürmü? Yox, deyil. Ayşə. Sifətdə özündən sonra gələn sözlər var da. Sifətin xüsusiyyəti nədir? Sifət özündən sonra gələn sözləri izah edən nitq hissəsidir. Tamam. Sifətdən sonra gələn isimlər var. Məsələn, deyəm ki, gənc müəllim yeni dərsə başladı. Tamam. Gənc sözü nəyi izah edir? Cavan olduğunu, Yox, yeni gənc sözü olduğunu. nəyi izah edir? Nəyin yanında gəlir? Müəllimin. Müəllimin. Deməli, gənc sözü müəllimi izah edir, düzdürmü? Hə. Yine orada müəllimi çəkib alıram. Deyəm ki, gənc yeni dərsə başladı. Olur da. Deməli, gənc sözü özündən sonra gələn ismin yerində işləndirmə, İşləndi. isimləşdir. Buna deyirlər isimləşmə. Hə, özündən sonra gəlir isimləşmə olur. Bəli, özündən sonra gələn ismin yerində işlənib, onun sualına cavab verirsə, buna isimləşmə deyirlər. Bu 2 cür var. Bir, heç bir şəkilsiz qəbul eləmədən o ismi oradan çıxardırsan, o gənc sözünü gətirib o ismin yerinə qoyursan, müəllimin yerinə qoyursan, bir belə isimləşdirirsən. Bir də deyirsən ki, qoca, məsələn, qoca insan bizim qonşumuzdur, düzdürmü? Yenə də qocanı gətirirsən, insanı çıxardır, qocanı qoyursan insanın yerinə. Tamam, Oldu, olur. oldu. Bir də var, məsələn, igid sözünə cəm şəkilçisi, hal şəkilçisi, mənsubə şəkilçisi artırıb isimləşdirirsən. Məsələn, igidlərimiz torpaqlarımızı azad etdi. İgid əsgərlərimiz. İndi oradakı əsgərlərimizi çıxartdıq, əsgər sözündəki lərlə imizi qoyduq igidin üstünə. Əsgərlərimiz, igidlərimiz. Oldu igidlərimiz. Nə oldu? İsimləşdi. İsimləşmenin ikinci variantı da budur. Yəni isim, sifətlər, ismin cəm, hal, mənsubə şəklini qəbul edib, izah edib ismin yanında, yerində gələrsə isimləşir. İsimləşmə olur. Və buna deyirlər sifətin isimləşməsi. Və ismin sualına cavab verəcək, cümlədə mübtəda olacaq, tamamlıq olacaq, ismin xəbər olacaq. Aydın oldu? Sifət olmayır. Sifət nitq hissəsi kimi amma sifətdir. Ya sən ona isim gəlməzsən. Amma sifətdə isimləşmə. Məsələn deyər ki, məsələn yazar sənə, məsəl üçün gözəllik, yaxşılıq, alicənablıq, bir dənə yazar ki, dahi. Deyək aşağıda sənə hansı sifət, məsələn, dahilər.
Deyək aşağıdakılardan hansı isim deyil? Dahilə deyil. Ay, dahi sifətdir, sadəcə isimləşir. Tamam. Aydın oldu? Sifətdə sənə düşəcək bu. Tamam. Əvəzində sənə nə düşəcək? Sayda nə düşəcək? Sayda düşəcək ki, sayların isimlərinin işlənməsi düşəcək. Bax, sayların iki dənə növü var. Miqdar sayları, sıra sayları. Birincisi bu ki, saylar yalnız sayın özündən düzəlir. İnci, inci, uncu, üncü, larla, larza şəkilçilərini düzəlir. İnci, inci, uncu, üncü şəkilçisi sıra sayını əmələ gətirir. Larla, larza, bir də lığlı, qeyri-müəyyən miqdar sayını əmələ gətirir. Sıra sayı əşyanın miqdarının sırasını bildirir, neçənci sırada olduğunu bildirir. Qeyri-müəyyən miqdar sayı dəqiq olmayan miqdarı bildirir. Məsələn, burada neçə dənə parta var? Deyək ki, 20 dənə parta var. Mən bunu saymıram, deyək ki, burada çox parta var. Daha saymıram. Əgər mən bunu sayası olsam, bu olur müəyyən miqdar sayı. Mən saydım 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 15 dənə parta var. Deyirəm ki, burada 15 dənə parta var. Buradakı 15 dənə müəyyən miqdar sayıdır. Amma desəm ki, çox parta var, bu qeyri-müəyyən miqdar sayıdır. Hə, sayın desəm müəyyəndir. Dəqiq sayın desəm müəyyəndir, dəqiq olmayan sayın desəm qeyri-müəyyəndir. Tamam. Yəni o da larla, larca, lığ, qeyri-müəyyəni bildirir, amma incı, inci, uncu sıranı bildirir. Mən 5-ci sırada durmuşam. Sayların mənası iki növü var. Miqdar sayları, bir sıra sayları. Bax, uşaqların ən çox çaşdığı məsələ budur. Soruşursan sayın neçə növ var? Deyir 4 dənə növ var. Deyirsən say, deyir müəyyən miqdar sayları, qeyri-müəyyən miqdar sayları, sıra sayları. Yox, kəsr sayları. 3 dənə növ var. Xeyr. Bir də sıra sayı. Deyir 4 dənə növ var. Müəyyən, qeyri-müəyyən, kəsr, bir də sıra. Deyir 4 dənə. Deyirsən səhvdir. Deyir niyə? Deyirsən ki, sayın 2 məna növü var. Miqdar sayı, bir də sıra sayı. Bəs kəsr falan? Həmin kəsr sayı, qeyri-müəyyən miqdar sayı, müəyyən miqdar sayı, miqdarın növüdür. Miqdar içinə girdi. Ay, su miqdarın içindədir. Ona görə sayın neçə növü var? 2 növü var. Miqdar və sıra sayı. Miqdarın neçə növü var? 3 növü var. Müəyyən miqdar sayı, qeyri-müəyyən miqdar sayı, kəsr sayı. Müəyyən miqdar sayılar ancaq sadə ilə mürəkkəb olur, düzəltmə olunur. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 10, 20, 30, 40, 50, 60, 70, 80, 90, 100, 1000, milyon, milyard, trilyon yuvarlaq sayılardır. Bunlar ancaq sadə sayılardır. 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 21, 22, 23, 35, 36, 45, 55, 65 bunlar mürəkkəb miqdar sayılardır. Amma müəyyən miqdar sayılardır. Bunlardan 4-ü homonimdir. 1000, 40, 80, 80. Yox, üzrdən 1000, 40, 80. Bir də 0 da, əvvəllər 0 rəqəm götürmür də 0 da sayılır. Yadında qalsın. 80 ilə 1000-dir, 40-dır, bir də 50 sözü var. Bunlar homonim sayılar. Bir var 50 insan, bir də 50 nəfər. Atı 1000 at. Qoyunu gör, 40 qoyun. Gördün? Bu oldu nə? Homonim sayılar. Sonra müəyyən miqdar sayılarının isimlər arasında işlənən sözlər var. Bunlara numerativ sözlər deyirlər. Numerativ sözü nədir? 5 dənə kitab sözü, 5 sözü ilə kitab sözü arasında ədəd sözü var. 5 ədəd kitab. Və yaxud deyəm ki, 30 dənə qoyunla 30 sözü ilə, 30 sayı ilə qoyun ismi arasında sözü, 30 ədəd qoyun. 5 sayı ilə insan arasında 5 nəfər insan. Və yaxud deyəm ki, 5 dənə göyərti ilə 5 dənə göyərti arasında 5 dəstə göyərti. Aydın oldu. Bunlar numerativ sözlər. Numerativ sözlər iki cür olur. Bir ümumi numerativ sözlər. Bir var həm numerativ sözdür, həm də isimdir. Misal üçün, çaydan, damcı, çimdik, ondan sonra qaşıq, stəkan, maşın, vaqon, kisə, araba, deyək ki, sap, kitab. Bunlar numerativ sözlər kimi işlənə bilən sözlərdir. Sapla kitabı uşaqlar çoxaq qarışdırırlar. Məsələn, deyək ki, sən bir kitab sözü demişəm, sən eşitməmisən. Bir sap muncuq düzdür. Yəni bir dənə muncuq var, bir də bir sap muncuq var. Bir dənə söz var, bir də bir kitab sözü var. Çoxluq bildirir. Çoxluğu bildirir. Numerativ sözlərin özlərini ikiyə bölünür. Bir var çoxluq, bir dənə numerativ sözlər. Bir var yalnız bir vahidi bilən numerativ sözlər. Məsələn, ədəd, dənə, nəfər numerativ sözü bir vahidi bilir. Bir nəfər Əhməd, bir ədəd telefon, məsələn deyək ki, bir dəstə, bir ədəd göyərti. Bir də var, çoxluq bildirən, dəstə, maşın, vaqon, kisə, ucaq, sap, kitab, vedrə, stəkan. Bunlar da çoxluq bildirən numerativ sözlərdir. Məsələn, deyəm ki, bir ədəd daş, bir maşın daş, bir vaqon daş, bir araba daş. Hansı çoxdur? Bir çoxluqda maşın daş. Vaqon, maşın, araba çoxdur.
Və bunlar numerativ sözlər çoxluq bilən numerativ sözlər. Oldu mu? Tamam. Bir də var idi bayaq nə deyik, həm isim kimi işlənən, həm də numerativ söz kimi işlənən sözlər. Kitabdır, sapdır, vedrədir, damcıdır, maşındır, arabadır, şey. Amma yalnız numerativ olan sözlər də var. Nəfər, ədəd, dənə, cüt, dəst. Hə, bu ədədlər arasında qoyulanlar. Bəli. Məsələn, bir də onların bəzən yanlış deyirlər də. Məsələn, bir dəst şey deyə bilməzsən. Kostyum deyirsən, bir dəst deyəndə kostyum uşağı var. Bir cüt deyəndə ayaqqabı şey görürsən. Amma bir cüt kostyum deyilməzsən. Bir dəst deyirsən, bir cüt ayaqqabı deyirsən. Olur mu? Bu da sayın. Bir cüt corab. Bir cüt corab. Əvəzlərini deyirəm. Əvəzlərdə deyəcəm, amma əvəzlərini bir dənə işarə əvəz. Əvəzləri əzbər əsas. Bax, əvəzlərin gözəl yolu əzbərləmək. Əzbərləmək. Nədir? Saylarda bir şey deməyi unutdum. Bax, saylarda bu... Mən evə sayı öyrənəcəm, ismi bir də əvəzləyim. Bax, sayda bunu əzbərləyəsən. Bax, sayda əzbərləyəsən ki, bunu əzbər, bunu yaz ora əzbər. Saydan sonra gələn isimlərin isimləşməsi var. Misal üçün, bax, müəyyən miqdar saydan sonra gələn bütün isimlər təkli olur. Bunu yadda saxla. Saydan sonra gələn? İsimlərin isimləşməsi. Bunu əzbərləyən. Çünki buna sual düşür. Saydan sonra gələn isimlər var, müəyyən miqdar saylardan sonra gələn isimlər ancaq təkli olur. Sonra, qeyri-müəyyən miqdar saylarından sonra gələn isimlər var ki, təkli də ola bilər, cəmdə də ola bilər, yalnız cəmdə də ola bilər. Necə olur? Qeyri-müəyyən miqdar sayları hansılardır? Az, çox, xeyli, biraz, bir qədər, bir çox, az, çox, çoxlu, 3-4. Bunlar qeyri-müəyyən miqdar saylardır. İndi, az, xeyli, 3-4 tipli qeyri-müəyyən miqdar saylarından sonra gələn isimlər həmişə təkli olacaq. Az adam, çox az adam, xeyli adam, 3-4 adam. Tamam. Təkdədir bunlar. Ancaq təkdədir. Bir çox və bir sıra saylarından sonra gələn isimlər ancaq cəmdə olacaq. Bir sıra insanlar, bir çox insanlar. Tamam. Yerdə qalan saylardan sonra gələn isimlər həm təkli olacaq, həm cəmdədir. Tamam. Bunu yadda saxla. Belə də yaza bilərsən, burada yaza bilərsən. Az, xeyli, 3-4 təkdədir. Əvəzliyi əzbər yazdım. Əvəzlikdə nə? Əvəzli mənalı əzbər, çünki əvəzli mənalılardan çox sual düşür. İndi gəldik əvəzliyə. Bax, mən sənə əzbər deyirəm hansılardır. Şəxs əvəzlər, mən, sən, o, biz, siz, onlar sadədir. Cümlədə ancaq isim əvəz edir, mübtəda tamamlıq olur. Bəzən biz və siz əvəzlidir, cümlədə təyin ola bilər. Məsələn, bizim ellər düşər səndən aralı. Bizim ellər, hansı ellər? Bizim ellər. Burada təyindir. Burada təyindir. Amma deyəm ki, gələn bizik, xəbərdir, bizim kitabımız. Bir də əvəzliklər, şəxs əvəzlərdir. Birinci, ikinci və üçüncü növ təyinli söz birləşmələrini əmələ gətirir. Məsələn, bizim, mənim kitabım. Hə, tamam. Sənin kitabın. Bizim ellər, sizin ellər. Oldu mu? Sonra işarə əvəzləri. O, bu, elə, belə, həmin. İşarə əvəzlərindən o və, elə, belə sözləri isim əvəz edə bilir. Amma bu... Amma bununla, bununla elə, belə sözləri. Bu və elə, belə. İsim əvəz edə bilir. Amma həmin deyə, hamanda o işarə əvəzi isim əvəz eləmir. Məsələn ki, bu kitab mənimdir, orada sifət əvəz elədi. Bir də ki, bu mənim kitabımdır, burada isim əvəz elədi. Deyirəm ki, məsəl üçün, eləsi mənim dostum deyil, eləsini artıq mən unutmuşam. Bir də deyirəm ki, elə insanları mən artıq unutmuşam. Burada elə insanları deyəndə... Elə insanları deyəndə sifət əvəz edir, amma eləsini unutmuşam deyəndə isim əvəz edir. Sonra, qeyri-müəyyən əvəzlər daha çox isim əvəz edir. Bir dənə bəzi əvəzliyi var ki, orada sifət əvəz edir. Məsələn, hansılardır? Kimi, biri, kimisə, neysə, hamı, hərə, hər kəs, hər şey, filan kəs, kimisə, neysə. Bu tip əvəzlər qeyri-müəyyən əvəzlərdir. Sadə düzəltmə də mürəkkəb olur. Daha çox isim əvəz edir. Bir dənə bəzi əvəzliyi var ki, o sifət əvəz edə bilir. Məsələn, deyim ki, bəzilərini unutdum, bəzi insanları unutdum. Bəzi insanları unutdum deyəndə bəzi olur təyin, bəzilərini unutdum deyəndə olur isim. Bəzilərində unuda bilmirəm deyəndə olur tamamlıq. Gəlin isim əvəzləri. Sonra getdik qeyri-müəyyən əvəzlikdən sonra təyin əvəzlik var. Hər, öz, bütün filan. Bir dənə diqqətli olmaq lazımdır ki, hər şey, hər kəs əvəzliyi, qeyri-müəyyən əvəzliyinə hər əvəzliyi qarışdırmamaq lazımdır. Məsələn, belə bir şey deyirəm. Bax, deyirəm ki, hər kəs gəlir, hər günün öz ətri var. Hər günün öz ətri var. Hər günün öz ətri var. Burada nəyi? Bax, burada əgər günün öz ətri var deyə bilirik. Yox. Niyə bilmirik? Günün, günün öz ətri var. Demək ki, günün yanında gələn hər sözü təyin əvəzlidir. Əgər hərlə yanında gələn sözü parçalaya bilirsənsə, hər təyin əvəzlidir.
Amma deyirəm ki, hər kəs gəlməlidir. Bilmirəm axı hər kim. Çox qeymət əvəzidir. Yəni hər iki yanındakı sözlə parçalı təhlil edə bilirsənsə təyin əvəzidir, parçalayamırsansa qeymət əvəzidir. Aydın oldu? Bu da belə. Bir də sual əvəzləri var. Bir də unutdum deyə. Öz əvəzliyi var. Öz əvəzliyi heç vaxt mənsubiyyət şəkilçisi qəbul eləmədən cümlədən müstəqil cümlə üzvü olmur. Necə yəni? Məsələn deyirəm ki, öz sözünü mən öz gəldim deyə bilərsən, Yox. amma özüm gəldim deyə bilərsən. Öz sözü mənsubiyyət şəkilçisi artıranda cümlədə müstəqil cümlə üzvü ola bilir. İsmi əvəz edə bilir. Amma belə öz ola bilər. Amma öz mənsubiyyət şəkilçisi artırılmadan yalnız mənsubiyyət şəkilçisi sözlə birlikdə işlənirlər. Məsələn, öz kitabımdır, öz fikrimdir, öz dostumdur, öz anamdır. Tamam. Aydındır? Bəli. Amma özü ayrılıqda sənin müstəqil mənsubiyyət şəkilçisi olmadan cümlədə işlədə bilməzsən. Sonra orada eyni əvəzliyi eyni şəkildə. Eyni əvəzliyini sən mənsubiyyət şəkilçisi artırmadan ismi əvəz elətdirə bilməzsən. Məsələn deyəm ki, onların eynisini mən də bilirəm. Eynisini mən də görmüşəm. Eyniləri məndə də var. Eyniləri məndə də var. Nələri var mı? Eyniləri. Amma sən orada eyni kitab məndə var dedim, o da sifət əvəz edəcəksən. Tamam. Oldu? Sual əvəzləri, bütün sual əvəzləri, bütün əsas nitqsələrin suallarıdır. Bax, bütün əsas nitqsələrin sualları sual əvəzlikləridir. Kimlə, hamısı. Məsələn, kim, nə, hara, sual əvəzliyi. Neçə, nə cür, neçə, sual əvəzliyi. Nə qədər, neçənci, sual əvəzliyi. Nə etdi, nə edir, nə edəcək, sual əvəzliyi. Sual əvəzləri bütün əsas nitqsələrini əvəz edir. Bax, şəxs əvəzliyi yalnız ismi əvəzləridir. İşarə əvəzliyi ismi və sifət əvəzləridir. Qeyri-müəyyən əvəzliyi daha çox ismi və sifət əvəz edir. Təyin əvəzlikləri həm ismi, həm sifət əvəz edir. İşarə əvəzləri isə bütün əsas nitqsələrini əvəz edir. Hətta əvəzliyin özünü əvəz edir. Aydın oldu? Bir də yadda saxla, işarə əvəzliklərinə işlənən cümlə üzvlərinə biz sual verə bilmirik. Məsələn, deyəm ki, sən hardansan? Sualdır da. Xəbərdir, amma sən sual verə bilmirsən. Hə. Məsələn, kimin var? Var xəbər, kimin mübtədadır. Amma sən ona nə sual verə bilmirsən. Çünki o sual verilməyən cümlə üzvü olur. Onu yadda saxlayırıq. Sual əvəzləri, suala cavab verə bilməyən cümlə üzvü yaradır. Bütün əsas nitqsəni əvəz edir. Quruluqsa sadə düzəltmə mürəkkəb olur. Hətta feili də əvəz edir. Aydın oldu. Bu da əvəzlərlə bağlı deyəcəyəm. Bu qədər yerdə qalır zərf və fiil. Onu da şey deyəcək. Nə qədər var? Vaxt dərsimizdə var, yoxsa bitib?